Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed. Allahümme salli ala Muhammed ve ala ehli beytihi tayyibine tahirinel ma'suminel muntecebinel muntekabin ve la'netullah ala a'daihim ecmain minel âne ila qiyami yevmiddin. Amma ba'd. Möhtərəm möminlər, dəyərli rəza məclis əhli, Allah hər gününüzü xeyirli, bərəkətli cümə gününüzündən baham qərar versin inşallah Taala. Allah gələn günlərinizi xeyrə çevirsin, müşkillərinizi həll eləsin. Möhtərəm möminlərin xahişi ilə inşallah bir mövzu haqqında xidmətinizə ərzi xitab eləyəcəyəm. Ücub haqqında söhbət eləyəcəyik inşallah. Ücub ona deyilir ki, insan özünü bir sıra, demək iki yerə bölünür. İnsan özünü bir sıra cəhətlərə görə başqalarından üstün tutur. Bir tərəfi budur. Yəni, müəyyən cəhətlərə görə özünü başqalarından tutur. Cəhət hansısa xüsusiyyətdə cəhətlərinə görə və ya öz əməlini bəyənib üstün tutmağa deyilir. Demək, ücub nə oldu? Müəyyən cəhətlərə görə insan özünü üstün tutmasına və yaxud hansısa əməlini bəyənib onu üstün tutmasına ücub deyilir. İndi təkəbbürlə ücubun arasındakı fərq nədir? Təkəbbür də içində özünü böyük tutmaq, üstün tutmaq var axı. Təkəbbürlə ücubun arasındakı fərq budur ki, təkəbbür edən şəxs özünü kimdənsə və ya kimlərdənsə üstün bilir, konkretləşdirir. Ücub isə kimisə nəzərdə tutmur. Sadəcə özünü üstün görür, əməlini üstün görür, əməlini sevir, əməlini bəyənir, əməlini yaxşı bilir. Hətta bəzi hədislərdə var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah keçmiş Peyğəmbərlərin birinə vəhy edir ki, get bir insana xəbər çatdır ki, sənin əməllərin zay olub. Bu cür zay olub ki, bu insan 40 il abid imiş, 40 il ibadət edib və 40-cı ilində qayıdır, deyir ki, Allah məni cənnətə aparması kim aparsın, bu qədər ibadət eləmişəm, filan eləmişəm. Yəni, get bunun xəbərini verir ki, sən elədiklərin hamısını neynədin? Zay elədin. Bəs özünü bəyənməyə hansısa cəhətinə görə və yaxud əməlini üstün tutmağa ücub deyilir. Başqa sözlə desək, ücub edən müəyyən cəhətlərə görə özünü üstün tutur və o cəhətləri verəni unudur, yaddan çıxardır. Yəni, o xüsusiyyətləri mənə kim vermişdi, onu unudur, onu yadından çıxardır. Mən burada bir dənə cümlə işlədirəm. O cümləyə bir dəfə də axırda gələcəyəm ki, yanlış anlaşılmadan da zehnimizi qoruyaq. Yəni, o müsbət cəhəti, insan hansısa müsbət cəhətini ola bilər qürurlandı, ola bilər fəxr elədi, bəyəndi, xoşuna gəldi. Amma ona Allahın verdiyini düşünsə, şükrün eləsə, bu ücub sayılmır. Yəni ki, nə yaxşı ki, Allah bunu mənə verib, nə yaxşı ki, bu məndə var, bu cəhətdən bəyənsə əməlini və ya öz hansısa cəhətini və şükür eləsə, bu ücub sayılmır. Buna ücub deyilməz, tamam mı? Yəni, Allah bunu mənə əta edib deyə, sevini ki, Allah mənə belə bir şey əta edib, lütfi ilahidir, bu Allahın mənə kərəmidir. Bu cəhətdən özünün hansısa cəhətini və ya hansısa əməlini bəyənsə, sevinsə, iftixar eləsə, bu ücub sayılmaz, tamam? Bir dənə bunu ki, axırda yenə də bu cümlə ilə bitirərəm ki, yanlış təfəkkür, düşüncə yaranmasın. Əgər insan hansısa cəhəti Allah elə ona verməli idi kimi düşünsə, elə Allah bu mənə verməli idi, düşünsə, bu ücubdən də pis ağır bir dənə günahdır. Mümkündür, ücub eləyən şəxs üstün hesab elədiyi cəhəti heç üstün olmasın. Diqqətli olaq, bütün nüanslara toxuna gedək. Elə şeylə ücub eləyir ki, elə cəhətini üstün tutur ki, əslində heç üstün cəhət deyil ha. O elə onu üstün cəhət hesab edir özü üçün. Sadəcə özü hesab edir ki, həmin cəhətinə görə başqalarından üstündür. Yaxud, yenə deyirəm, bir dənə burada təhlükəli məqam da var. İnsan dillə zehnində deməyə bilər ki, mən başqalarından üstündür, mən belə şey demirəm beynimdə. Amma hərəkəti ilə onu eləyə bilər. Bunlara da diqqətli olaq. Ona görə sırf daxili təvazökarlıq yoxdursa, ücubdən qurtuluş yoxdur. Yaxud özü üçün elə bir əməli bəyənir ki, nə Allah yanında dəyəri var, nə də Əhl-i Beyt əleyhissalamın hüzurunda. Diqqət edirsiniz. Mövzumuz budur ki, ücub insanı bədbəxtliyə sürükləyən
ən pis xüsusiyyətlərdəndir. İndi neçə dənə hədis oxuyuram cənablarımızın huzuruna, sonra söhbəti davam edirəm. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur. 3 şey insanı məhv eləyər. Paxıllıq, həva-i nəfsə tabe olmaq və ücb. Başqa bir kəlamında buyurur. İnsanların paxıllığın çəkəni, həva-i nəfsinə tabe olanı və ücb edəni görsən, onunla dostluq və yoldaşlıq eləmə. Tamam. Yenə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Heç bir günah əməli icra etməsəz də, mənim sizin üçün qorxduğum ən böyük günah ücübdür. Günah belə eləməsən, amma elədiklərini bəyənsən, özündən xoşun gəlsə, o 40 illik eləyən, ibadət eləyənə misalı kimi. Mərhum Kuleyni cildiki səhifə 314-də yazır. Bir gün İblis Musa aleyhissalamın yanına daxil olur və başında rəngarəng bir papaq olur. Musa aleyhissalama yaxınlaşanda papağı çıxardır, ədəblə ayaq üstə dayanır və salam verir Həzrəti Musa aleyhissalama. Musa aleyhissalam soruşur, sən kimsən? Deyir, mən İblisəm. Sənə salam verməyə gəldim, çünki Allah yanında məqamımın yüksək olduğunu bilirəm. Musa aleyhissalam soruşur, bu başındakı papaq nədir? İblis deyir, bunu ona görə taxıram ki, onun vasitəsilə Adəm övladlarının qəlblərini özümə tərəf çəkim. Musa aleyhissalam soruşur, hansı günahdır ki, insan onu yerinə yetirdikdə sən ona qalib gəlirsən? İblis deyir, o zaman ki, insan özünü bəyənər, etdiyi itaəti böyük görər və günahını kiçik sayar. Bu zaman mən ona qalibəm, mən o şəxsə qalibəm. Yenə mərhum Kuleyni Kafi cildiki səhifə 314-də yazır. Allah təbarəkə və təala Davud əleyhissalatu vəssalama vəhiy eləyir. Deyir ki, günahkarlara müjdə ver, siddiq insanları qorxud. Yaxşı qulaq asırıq dəyərli insanlar, gözəl diqqət kəmalımız buradadırmı? Davud Peyğəmbər soruşur, İlahi, necə olur ki, günahkarlara müjdə verim, itaət əhlinə isə qorxudum. Bu necə olur? Mütəal Allah buyurur, günahkarlara müjdə ver ki, mən tövbəni qəbul edirəm. Allah balansı qoruyur, görsün. Mən tövbələri qəbul edirəm və günahları bağışlayıram. Salih insanları qorxud ki, əməllərinə görə ücb eləməsinlər. Əməllərinə görə ücb eləməsinlər. Çünki elə bir bəndə yoxdur ki, mən onunla hesab kitab edim və o xilas olsun. Yəni, mən ədalətimlə haqq hesab edeyim, hər şeyi bitdə ölçü biçimlə, gəlsin, çıxsın ondan. Yəni, ücb eləmədə, lütf bil hər şey. Nə edirsənsə, nə gözəlliklərə sahibsənsə, bil ki, mənim lütfümdür. Sən özünü öz başına buraxsan, sən bir dənə yerdən çıxan otun hesab kitabını verə bilməsən. Sən üçün o otun çıxması üçün nə proseslərdən keçirdirəm, ta gəlirsən qabağında olur, göyərti yeyirsən, məsələn, istifadə edirsən. Bir dənə onun hesab kitabını verə bilməzsən. O prosesləri ki, mən onu icra edirəm. Mütəal Allah buyurur. Demək, bunu dedik. Yenə Əllamə Məclisi Bihar-ül Ənvar cild 72 səhifə 311-də yazır. İmam Muhammed Baqir əleyhissalatu vəssalam buyurur. Diqqət buyuruz. 2 nəfər məscidə daxil olur. Onlardan biri fasiq, digəri isə abid idi. Diqqət buyuruz. Lakin məsciddən çıxanda abid fasiqə, fasiq də abidə çevrilir. Aydın oldu, fikir getmədi ki, 2 nəfər daxil olur, biri mömindir, biri fasiq. Deyir, mömin çıxanda fasıq olur, fasıq çıxanda mömin olur. Niyə? Bunun da səbəbi oydu ki, abid öz ibadəti ilə qürrələndi, mömin. Fasıq isə etdiyi əməlinə görə peşman idi. Başqa bir forması da var bunun. Deyir, abid fasıqı içəri girəndə gördü, dedi, buna bax, bu da gəldi məscidə. Bu da tövbə elədi. Belə bir hədis də var ki, Bəni İsrail dövründə belə bir şey olmuşdu. İmam Cəfər Sadiq əleyhissalatu vəssalam buyurur. Bir alim, bir abidin yanına gəlib, ondan soruşur ki, sən necə namaz qılırsan? Abid deyir ki, mənim kimi adamdan necə namaz qıldığımı mı soruşursan? Mən Allahın filan şəkildə ibadət edirəm Allahıma. İbadət vaxtı o qədər ağlayıram ki, göz yaşım sel kimi üzümə axır. Bunları eşidən alim deyir ki, Allahdan qorxaraq gülməyin, qürrələri bağlamağından daha yaxşı idi. Üsul-i Kafi cildi 2 səhifə 313. Bəs əziz eşidənlər, oxuyacağım bir hədis də var ki, çox vəhşət gətirən bir hədisdir. Təsəvvür edin, insan bir ömür əməl eləyir, nəticəsi isə cəhənnəm odudur. Baxız, daxildə təvazökarlıq olmasa, insanın daxili doğrudan təvazökar. Bir var, mən özümü təvazökar göstərirəm. Bir də var, mən doğrudan içim təvazökardır. Yəni, insan daxilən təvazökar olmasa, ücbdən xilas olmayacaq. Ücbə mürtəkib olacaq.
Yəni təvazökar nə? Furutən deyərlər. Başqa dillərdə, fars dilində məsələn furut. Başı əyilmiş də, yəni Allah həqiqətən başı Allah qabağında aşağıdır, utanclıdır. Belə olan adam ücb eləməz doğrudan da. İçi təvazökardır da, anlayırıq. İnsan çox ehtiyatlı olmalıdır və niyyətinə, düşüncəsinə maksimum diqqət eləməlidir. İmam Cəfər Sadiq əleyhissalam buyurur. Ücb edən şəxsə, çox qorxulu hədisdir həqiqətən, diqqətli olmaq, özünü yığışdırmaq mühüm bir məsələdir. Baxın, buyurur, ücb edən şəxsə qarşı ilk olaraq elə davranırlar ki, nə ilə gözələndisə, həmin şey onun üçün faydasız olacaq. Yəni, ilk davranılacaq cəza ona budur ki, nə ilə qürrələnirdin? Həmən şeyin sənə zərrə qədər xeyri dəyməyəcək. Ki, qoy aciz və möhtac olduğunu anlasın. Necə ki, iblisə qarşı da belə edildi. İblisə ki, qürrələndi. Ücb elə bir günahdır ki, onun toxumu küfürdən qaynaqlanır. Pakılıqdan qaynaqlanmır. İmandan, tohiddən, əhl-i beytdən qaynaqlanmır, peyğəmbərdən qaynaqlanmır. Ücb elə bir günahdır ki, onun toxumu küfür. Əkildiyi yer nifaq. Ona verilən, inansız, hamısının izahı var, nifaq. Ücb əlbəttə nifaq salar. Ona verilən su, fəsad, budaqları nadanlıq və cəhalət, yarpaqları azğınlıq və zəlalət, səmərəsi isə lənət və əbədi cəhənnəm odur. Səmərəsi nədir? Yəni, elədin ücbü, hədiyyə nədir? Lənət. Deməli, ücb toxumunu səpən şəxs gec-tez mütləq onun bəhrəsini görəcək, lənətin yəni görəcək. Biharən var, cild 69, səhifə 320. Demək, dəyərli möminlər, dəyərli eşidənlər, ücb özü çirkin sifətlərdən biri olmaqla yanaşı, başqa çirkin sifətlərin də yaranmasına səbəb olan ən təhlükəli amildir. Məsələn, təkəbbürün özünün mənşəyi ücbdür. Ücb olandan sonra təkəbbür yaranır. Birinci ücb əmələ gəlir, özün bəyənmə və ya əməlin bəyənmə, sonra təkəbbür əmələ gəlir. Ücb insanı əsas 3 pis vəziyyətə salar, dəyərli eşidənlər. 1. Etdiyi günahları unudar. Ücb insanı 3 pis vəziyyətə salır. Ücbdən yaxa qutarmaq mühüm amildir. Bir adamın günahlarını yadından çıxardar. 1. 2. Onları əhəmiyyətsiz tutar. Eləmişəm də. 3. Günahlarını xatırlamaqdan xoşu gəlməz. Bu əsas 3 bu xüsusiyyəti insanda peyda edir. Hətta günahları yadından düşsə, ya onlara əhəmiyyət vermir, ya da onları düzəltməyə çalışmır. Əksinə zənn eləyər ki, Allah onsuz da onu bağışlayacaq. Belə zənn eləyər. Amma bunların müqabilində hansısa ibadəti eləyəndə ya onu çox böyük hesab eləyir, günahını heç vaxt düşünmür. Amma hansısa əməli yerinə yetirəndə, mən bir sən nə iş görmüşəm, məsələn. Ya onu çox böyük hesab eləyir, ya onunla sevinir. Hətta Allahın üzərinə minnət belə qoyur ki, yəni mən görküməm ha. Ya da Allahın verdiyi tövfiqi unudur. Yəni ücbün nəticələridir bunlar. Buna Allah sənə qismət eləmişdir. Sən niyə özündən hesab edirsən bunları? İndi belə olduqda insan eyb və nöqsanlarını görə bilər, dəyərli eşidənlər. İnsan əməlindəki qüsurları ona diqqət eləyərsə görə bilər də. Diqqət eləməsə görə bilər. Gərək diqqət eləsin, görsün. Özünə diqqət eləyən şəxs də Allahdan qorxan şəxs olar, təvazu əhli olar. Demək, ücb sahibi həmişə məğrur olur. Xahiş edirəm, əgər fikriniz qarışırsa, yorulursunuzsa, ürəklə qulaq asmırsınızsa, bir ürəklə salavat deyin. Allah. Demək, ücb sahibi həmişə məğrur olur və düşünmür ki, Allah verdiklərini onun əlindən alar. Göstərən saətdə dövrani fələk bir inqilab, həm özü fani olar, həm keşvəri, həm leşkəri. Füzuli. Bir dənə Allah inqilab edir, çevriliş edir, hamısını alar sənin əlində. Məğrur olma. Qoy deyim, əybi yox. Zeynalabdin Tağıyev Hacı, Allah ruhunu şad eləsin. Ruhuna bir salavat deyir. Allah. Hacı Turabın da ruhuna bir salavat deyir. Allah. Salli ala. Vəsiyyət edib ki, məni bu kişinin ayağının altında basın. Bunun ayağının bildiyini mənim başım bilmir. Hacı Zeynalabdin Tağıyev vəsiyyət edib. Demişdi ona ki, Hacı qüzələnmə, malınla, dövlətinlə qüzələnmə.
Hacı çox gözəl insan olub, amma o deməkdir ki, hacı günahdan münəzzəhdir. Gələ bilər bir də olub, hansısa məclisdə olub, söhbət edib. Hətta Hacı Turab inciyib ondan. Deyib ki, Hacı deyib ona ki, Hacı Turab deyib ki, bir gündə çıxarar hamısının əlindən heç nə qalmasın. O da deyir ki, o da deyib zarafatları varmış, araları çox yaxşı, həm yaşıdırlar. Deyib ki, Hacı da ağ eləmədə bir gündə çıxar əlimdən. O zaman ki, daha çox qısa eləyirəm, Sovet hakimiyyəti ki, bunun malını müsadir eləyir. Deyir ki, da indi məni sən oxutdurmusan, göndərmirsən, gətirmirsən, Nərimanov deyir. İmza at, day səni Sibirə falana göndərmirəm də, imza at, bütün malın müsadir olsun, özün də ged azad yaşa. Day, başqaları kimi qulaqlamırlar da, yəni Sibirə falana başqa yerləri göndərilmir. Deyir, mənə inanırsan, gedim bir də işim var müxtəsər, onu gəlirəm, imza atıram. Gedir, Axund Turabı götürür, Axund da buzovnada olubmuş. Götürür, Axundu gəlir, deyir, Axund demişdim bir gündə çıxar, bax bir saniyədə çıxır. O imza atır, getdi. Göstərən saətdə dövrani fələk bir inqilab, həm özü fani olar, həm keşvəri, həm leşkəri. Həm özü ölkəsi aradan gedər, həm ordusu aradan gedər. Bir anda Allah eləyər, dəyişiklik eləyər, gedər əldən. Bəs ücub sahibi düşünmür ki, Allah verdiyin alar da onun əlindən, səlbi tövfiq olaraq adam, alar əlindən. Ücb edənin qəlbinə elə bir dənə pərdə gələr ki, hansı ki bu tibdə şizofrenin bir növü sayılır. Yəni elə bir dənə pərdə gəlir. Həmişə elə fikirləşər ki, Allah yanında məqamı var da, bildiniz. Şəxsiyyət ikiləşmə baş verir, mən beləyəm, mən eləyəm. Elə o deyir axı, özünü inandırıb artıq odur. Hətta Allah üzərində haqqı var hesab eləyər. Allah üzərində haqqım var. Yəni bu dərəcələrəcən qalxar. Bəs doğru olan budur. Möminin xüsusiyyəti budur ki, daim öz nəfsini xətakar bilsin. Bunu unutmasın heç vaxt. Daim nəfsinin üsyan edə biləcəyini yadından çıxartmasın. Heç vaxt öz nəfsinə nə etibar eləsin, nə də güvənsin gərək. Nəfsə gərək etibar edilməsin. İndi ücbün müalicəsi. Bunu dedik, bəs bunun müalicəsi də gərək olsun axı. Neçə sahədə insan ücb edə bilər? Elmdə ücb edə bilər. İbadətdə ücb edə bilər. Təqvanın mövzusunda ücb edə bilər. Mal dövlətdə ücb edə bilər. Əsil nəsəbdə ücb edə bilər. Falan kəsin nəvəsiyəm. Ərzi xidmət olsun. Bəs ücbün müalicəsi, dəyərli əzizlər, iki cürdür. Bir icmali, bir də təfsili. Ümumi müalicə, yəni icmali müalicə budur ki, insan Allahı tanımalıdır, bilməlidir ki, böyüklük, özün bəyənmək, fəxr, iftixar, qürrələnmək Allaha məxsusdur. Təkəbbür Allaha yaraşan şeydir. Düz deyil. Bütün eyb və nöqsanlardan münəzzəh olan eləyər də təkəbbürlü. Deyər, mənəm hər şeydən böyük, mənəm hər şeyə layiq məsəl. Yoxdur axı, iynə ucu qədər, zərrə qədər eyb və nöqsanı yoxdur. Həmçinin özünü tanımalıdır. Həqbin nəzər bayət ta ruy xuda binet. Çeşmi ki buvat xudbin ki ruy xuda binet. Nəsimidir. Haqqı görən göz gərək özün görsün. Amma bir göz ki Allahı görmür, özünü heç vaxt görməyəcək. Görsən nə qəşəng deyir? Həmçinin özün tanımalıdır ki, mən zəif, aciz, yoxluğa məhkum bir varlığam. Kullu şeyin halikun illa vəcə. Allahın vəcindən başqa hər şey nə olacaq? Fani olacaq. Mən yoxluğa məhkumam. Mən nəyimlə bəyəniləm özümü? Nəyimə görə? Dərk etməliyəm ki, özümdən heç nəyim yoxdur. Məndə olan hər şey Allahdandır. Düşünməliyəm ki, əvvəl yox idim. Sonra nütfədən yaradıldım. Axırda da çürüyən bir dənə cəsəd olacağım. Bunları Əleyhisselam nəticədir. Bunları düşünən təkəbbür eləməz. Məsələn, hədisdir. Mütəal Allah Əbəsə surəsində buyurur. İndi siz diqqət edin, insan özün nə hala salır ki, onu yaradanda özün tərifləyən Allah indi gör nə cürlənər işlədir. Bir növ qarğış edir. Bax, ölüm olsun. Üzrsən, ölsün insan. O heç də, necə də nankördür. Ölsün insan, o necə də nankördür. Baxsın ki, Allah onu nədən yaratdı? Allah onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı. Sonra onun yolunu asanlaşdırdı. Sonra onu öldürüb qəbrə saldı. Sonra da onu istədiyi vaxt yerindən dirildəcək. Nə, hansı insanla danışır? O insanla danışır ki, artıq özü ilə qürrələnib böyük tuğyanlar edib, üsyanlar edib. Bəs insan dərindən düşünsə, görər ki, nə sağlamlıq özünündür, nə ölüm özündəndir, nə yaddaş özündəndir, nə də düşüncə. Bunun yiyəsi var verib sənə. Qəşəng istifadə ilə səadətə yetiş. Nəhl surəsinin 75-ci ayəsində buyurur, heç bir şeyə gücü çatmayan və başqasının mülkü olan bəndə. Sən kiminsən?
Maliki mütləqun var axı sənin. Yiyən var sənin. Bir kəs ki, daim düşünə öləcək, bədəni çürüyəcək, torpağa qarışacaq və qurdulara yem olacaq, bu halda ücub xəstəliyinə düşər? Düşməz. Düşünə ki, mən günahkaram və nəfsimin həbsindəyəm, hökmümü gözləyirəm. Bilinmir bağışlanacağım, ya bağışlanmayacağım. Belə biri özün böyük görər, əməli ilə bəyənər, cəhətini bəyənər, yox. Əməllərini bəyənməz. Təbii ki, bu düşüncələr ücbü qırar. İndi ücbdən xilas olmağın müfəssəl yolu, yəni bir-bir. Budur ki, özündən razı qaldığı cəhəti və ya əməli və ya ona səbəb olan amili tapıb geri çarəsini qılsın. Qoymalıdır qarşısına, məndə bu var, mən bundan ücb edirəm. Mən məsələn, malla, mülkdən ücb edirəm. Mən məsələn, nəsəblə mülki ücb edirəm. Mən məsələn, ibadətlə ücb edirəm. Biabırçılıq. Tapdı da özündə. Bununla ücb edirəm. Onu gərək qoysun qarşısına və onu neynəsin? Onu müalicə eləsin. Əgər insan elmdə ücbə düşərsə, əvvəl anlamalıdır, həqiqi elm nədir? Bunu anlamalıdır. Elm odur ki, insan onunla Allah'a tanısın və ona ibadət eləsin. Əl-elmi ma'ubidə bihir-rəhman. Tamam? İnsan özün tanısın. Elmin qayəsi budur da. İnsan özün tanısın, məsuliyyətini anlasın, Allahın əzəmətini başa düşsün. Birinci bunları bilməlidir, elm bunun üçün imiş. Əgər elm səni təvazökar eləmirsə, İmam Sadiq əleyhissalam buyurur, əgər elm səni təvazökar eləmirsə, səni axirət qorxusuna salmırsa, səndə olan elm deyil, cəhalətdir. İmam Cəfər Sadiq əleyhissalam. Bəs mütəal Allah buyurur, Tövrata əməl etməyə mükəlləf olub, ona əməl etməyənlərin məsəli belində kitablar daşıyan uzunqulağın məsəlinə bənzir. Cümə 5. Və ya Allah Bələm ibn Baura haqqında danışır. Elmi var idi, amma əməli yox idi. Fəməsəluhu kəməsəlil kəlb. Onun misalı itin misalı kimi idi. Mən birinci elmi qabağa salmışam ki, Allah məni, hamımızı, bütün elm əhlini belə bir bəlaya düşməkdən neynəsin? Xilas eləsin. Yəni, əslində o ki, elm əxz edir, o ki, elm əxz edir. O adam həqiqətdən nəfi, hambal ifadəsi pis söz deyil, əslində həmmal sözündən də bir adam ki, elm əxz edir, elm öyrənir, o birinci niyyət eləməlidir, qəsd eləməlidir, arzu eləməlidir. Bu, xoşbəxtçiliyə çatsın. Mən Peyğəmbər ailəsinin hammalı olmaq istəyirəm deyə elm öyrənirəm. Bir, ki, möminlərin qulluğunda durum. Onlara həmmallıq edeyim ki, axirətlərini yada salım, özümlə bahəm, nə bilim, saadətlərini onlara başa salım, özümlə bahəm. Bildinizmi? İmam Cəfər Sadiq əleyhissalam buyurur, cahilin 70 günaha bağışlanar, alimin bir günaha bağışlanmamışdan əvvəl. Bu hədis elmlə ücb edən üçün ən böyük xəbərdarlıq ola bilər. Peyğəmbər buyurur, Allah Taala belə buyurub, özünü dəyərsiz bildikcə mənim yanımda dəyərli olursan. Özünə dəyər versən, özün yəni böyük tutsan, mənim yanımda dəyərin olmaz. İbadətdə ücb. Yoruldunuz, çox oldu. Salavat deyək Peyğəmbərə. Allahümmə səlli alə Muhammed. İbadətdə ücbün müalicəsi odur ki, ibadətin həqiqi məqsədini anlayaq. İbadət bəndənin öz bəndəliyini, zəifliyini, acizliyini Allaha göstərmək üçündür. Düzdür? Bunu ifadə eləməkdən ötürüdür. Mən gəlmişəm Allah qarşısında acizliyimi ifadə edim, o yandan dedim, mən namaz qılanam, mənə yol verin məsələn. Və ya heç deməsin, içində elə fikirsin, mən illəri namaz qılanıyam, mən getməyim 5-də, kim getsin? Ücb isə buna ziddir və ücb ibadəti neyir? Batil eləyir. Daim ehtimalın olmalıdır ki, ibadətin hansısa şərtin naqis elədim. Həmişə buna ehtimal ver, qoyma ücb səndə yaransın. Denə hansısa şərtin naqis elədim. Deyək, getdim bazara, gəldim, uzun qulaq aldım, nə bilim, evimi tikdim, gəldim, namazda. Ərzən bir hüzur. Yəni, daim düşünəsən ki, nəyisə mən naqis elədim. Hansısa bir eyblə qarışdı mənim namazım. Ya da hansısa bir bəla onu məhv elədi. Bunlara görə heç vaxt iddia edə bilmərəm, ibadətim qəbuldur. Ta ki, ücubdə eləyim. Düzdür? Bunu düşünsəm həmişə. Sonra təqva, səbr, şücaət, səxavət və s. əməllər yalnız ücubsüz olarsa qəbul olacaq. Ücublə olsa da qəbul olur. Əgər ücub gəlsə, bütün bu sifətlər olur batil. Bunun əsas müalicəsi nədir? Təvazı. Təvazı, furutən,
başın əyilməsi, Allah qabağında başın əyilməsi. Təvazökarlığın ən əsas şərti insanın Allaha nisbət təvazökar olmasıdır. İnsan Allaha nisbət təvazökar olmalıdır daxilən, sonra xəlqünnasa. Allahın xəlq elədiklərinə qarşı təvazökar olmalıdır. Yadınıza gəlir, keçən cümə nə oxuduq? Keçən cümə oxuduq ki, 10 xüsusiyyət vardı, xisaldan oxuduq. Onlardan biri nə idi? Möminin xüsusiyyəti budur ki, hətta günahkarı görəndə desin ki, bu günahını zuhur edib, yəni üzə çıxardıb, yaxşılıqları bunun içindədir. Belə düşünməklə onu özündən yuxarı tutsun. Qarşısındakını özündən yuxarı tutsun. Özünü heç vaxt yuxarı aparmasın. Mən bilmirəm o hədisi, sadəcə qorxuram da dilimə gətirməyə, bilirəm olmaz. Amma yəqin ki, siz də eşitmişsiniz də, deyir ki, bilmirəm, amma mən bax, orada düşür, deyilir ki, Həzrəti Musa aleyhissalama Allah deyir ki, özündən aşağı bir şey gətirərsən mənim dərgahıma və Həzrəti Musa gedir, əliboş gedir, heç nə özümdən aşağı yoxdur, bir dənə it leşi, ölmüş cifə, iyi basıb, onu tutur, bir damcı deyir, yolla aparır, onu da bıraxır ki, yox. O niyə məndən aşağıdır ki? Yəni, neyini hansı Allah'ın hansı qanunu pozub vaxta qədər yaşadığı ömrüdür. Nə proqram cızıb Allah, onun yaşı. Onu da bıraxıb yolda ki, yox, özümdən aşağını tanımırım. Gəlib Allah huzuruna, Allah deyir ki, o iti gətirsəydin, yolda bıraxmasaydın, qutarmışdıq səndən. Yəni, mənlə sənin aranda da o münasibət bitəcəkdir. Özün aşağı tutma. Təvazı Allah qabağında özün aşağı. Peyğəmbər sallallahu aleyhi ve sellem, ay müminlər, bizim əşrəfül ənbiya, la ilahe illallah, əşrəfül ənbiya. Sən bilirsən ki, necə böyük şəxsiyyətdir ya, sən Quran ayələrini bilirsən filan, amma təvazökarlığı o qədər möhtəşəmdir ki, kişinin ayaqları yaraydı namaz qılmaqdan. Nə hacət var idi o qədər namaz qılmağa? Onun şəhəni o qədər yuxarı idi. Təvazökar. Yəni, elə kiçik bilir özünü və nə qədər çox eləsə elə bilir etsinəməyib. Başa düşürsünüz? Demək, təvazökarlığın ən əsas şərti insanın Allaha nisbət təvazökar olmasıdır. Yəni, bu təqva mənim deyil, Allah verəndir. Bu səbir, şücaət mənim deyil, Allah verəndir. Düz dağılar. Peyğəmbər buyurur, Allahın lütfu olmasa heç kəs öz əməli ilə nicat tapmaz. Bu, yaddan çıxmasa bu əladır. Allahın lütfu olmasa heç kəs öz əməli ilə nicat tapan deyir. Belə olduğu hansı əməlimə görə ücub yarana bilər məndə, indi fikirləşsəm də. Bax, elə insan var, əzizlərim, əsl nəsəb, nəslinə görə ücub eləyir. Filan kəsin oğluyam, filan kəsin nəvəsiyəm, filan kəsin nəticəsiyəm. Giyirəm, pedər et bud fazil, nə qədər şeir dedim, cümə gündə məkruhdur. Giyirəm, pedər et bud fazil, əz fəzli pedər toraçı hasil. Tutarım deyil, atom fəzilət əhlidir. Onun fəzilətindən sənə nə? Diqqət buyursan, mən filan kəsin nəvəsiyəm deyir, özü ilə məsələn qürrələnir. Qürrələnir, üstün tutur. O filan kəs kamal sahibi olub tutalım. Axı onun kamalına sənin döyür. Həzrət Əleyhisselam bir dənə qəşəng beyti var. Deyir, ənəbnü nəfsi. Çox qəşəng mənalıdır. Ənəbnü nəfsi və kuniyyəti ədəbi. Leysəl fəta mən yəqulu kanə əbi. Mən özümün oğluyam. Künyəm ədəbimdir. Mən özümün oğluyam. Mən özümə görə bir adamam. Künyəm ədəbimdir. Leysəl fəta, cavanlıq, şücaət, mərdlik, cavan mərdlik, cömərtlik odur ki, deyim ki, atam belə olub, atam belə olub, atam belə olub. Leysəl fəta mən yəqulu kanə əbi. Diqqət buyurdunuz. Bu xüsusda Quran ölçünü dəqiq bəyan edib. İnnə əkrəməkum indəllah ətqakum. Sizin Allah yanınızda ən hörmətli olanınız, ən çox təqvalı olanınızdır. Vəssalam. Filan kəsin oğlu deyir, ha. Kim çox təqvalıdır odur? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, nəsəbinizi mənə gətirməyin, əməllərinizi gətirin. Ataları ilə fəxr edənlər bundan əl çəksinlər. Yoxsa Allah qatında nəcasətlə oynayan həşəratdan daha da alçaq olarlar. Başqa bir ücub, insanın öz, məsələn, üzünün gözəlliyi ilə elədiyi ücubdur. Nə bilim, yaraşığı ilə elədiyi ücubdur. Lakin insan dərk eləsə, gözəllik və yaraşıq fanidir. Hətta adi bir xəstəlik o gözəlliyi aradan apara biləz. Bunu dərk eləsə, bu özü ücbün əlacıdır. Ücbün əlacıdır. İnsan malına və gözəlliyini aldanmamalıdır. Birini bir gecə aparar, birini bir xəstəlik. Belədir. Ağıl hökm eləyir ki, davamlı olmayan şeylə ücb etmək ağılsızlıqdır. Bir gün çıxacaq da əlindən. Bunun nəyinə görə bununla ücb edirsən? Gözəllik məni aldadar, lakin düşüncə məni neyniyər? Həmişə xilas eləyər. Yenə zehinlərdə
yanlışlıq olmasın deyə axırıncı cümləmi yenə bununla bitirirəm. Son cümləm budur ki, müsbət cəhətlərə görə insan sevinsə və ya hansısa əməlinə görə sevinsə və bunları Allah əta edib deyə sevinsə və şükür eləsə, bu ücübdür. Tamam? Lütf bilsə ki, məsələn, desə ki, məsələn, maşallah, mən namazı əvvəl vaxtda qılanam. Bu mənada ki, Allah bunu mənə nə yaxşı lütf edir. Şükür olsun ki, bunu mənim əlimdən almır. Bu ücüb deyil, tamam? Amma desə ki, mən namazı əvvəl vaxtda qılanlardanam, Allah əta elədi falan, bunlar yoxdur zehnində, bu ücübüdür, gedər əldən. Puçelar, kül təpəsi bir küləyə bəbdir ki, sovrular gedər hamısı, məhv olar. Allah təbarəkə və təala bizə əxlaqi xüsusiyyətlərimizdə kamil olanlardan, tam olanlardan, dəqiq olanlardan və Allahın istədiyi kimi olanlardan olmağı nəsib eləsin inşallah. İlahi, günahlarımıza qələmi əfv çək. Bizi bağışlamamış bu dünyadan aparma. Eyiblərimizi dünya və axirət açma. Qiyamət günü bizimlə mərhəmətünlə rəftar elə. Elədiyimiz əməllərin heç biri sənə layiq deyil, bizdən qəbul elə. Rəhmət nəzəri üstümüzdən götürmə. İlahi, zamanı imamını səlamət elə. Nazənin qəlbini şad elə. Qulluğuna çatmaq səadətin bizlərə qismət elə. Əlindən tutmaq, ayağının altından tikan təmizləmək xoşbəxtçinin bizə də nəsib elə. Zuhurun təcil elə. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikəl hüccət ibnil Həsən. Salavatükə aleyhi və alə abaih. Fi hadihi saati və fi kulli saat. Veliyyən və hafizən və qaidən və nasiran və dəlilən və aynən. حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. صلواتك. أول bu